Allahu haliku kulli şeyin. Allah'dır her şeyin yaradanı. Başka ayda Allah Teala bildirir ki hel min halikin gayrullah yerzukukum mines semai vel ard. Meğer sizi yerden göyden Allah'tan gayri bir halik mi var rızıklandırsın? La ilahe illa huve. Ondan başka hiçbir ilah yoktur. Deməli kimdir ruzunu veren yerden göyden? Allah da subhanahu ve teala. Lakin ruzunun gelmesinin esas sebeplerinden nedir? وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ. Eğer ülkelerin ehli Allah'tan korkup iman getirseler, yerin göğün bereket kapılarını açarır. Başka ayda Allah Teala bildirir ki Tebârekellezî biyedihil mulku ve huve alâ kulli şeyin kadir. Her bir şeyin hükmü, mülkü onun elinde olan Allah pak ve müqəddəsdir və yaxud da bərəkətdə ən uca dərəcəyə çatıb və o hər şeyə qadirdir. Ələ ləhul xalqu vəl əmru təbarəkəllahu Rabbul aləmin. Başqa ayədə Allah Teala bildirir ki, yaratmaq və əmr eləmək kimə məxsusdur? Allah'a. Ələ ləhul xalqu vəl əmr. Yaratmaq və əmr eləmək. Burada əl-əmr kəlməsi elməhlidir ki, Allahın kəlam sifətinə dəlildir. Çünki əmr kəlamla. İnnəmə əmruhu idə əradə şeyən en yekule lehu kun feyekun. Allah Teala bir şeyin olmasını istediği zaman ol deyir, o da olur.